Seanslarda geniş istifadə olunan mak terapiyası haqqında daha öncə eşitmisiniz? Metaforik assosiativ kartlar terapiya prosesində istifadə olunan psixoloji vasitələrdən biridir. Bu kartlar insanın daxili dünyasını, hisslərini və düşüncələrini daha rahat ifadə etməsinə kömək edir. Vacib bir məqamı qeyd edim ki, mak kartları fal, gələcəyi proqnozlaşdırma və ya mistik yanaşma deyil. Onlar tamamilə psixoloji prinsiplərə əsaslanan terapevtik prosesi dəstəkləyən bir vasitədir. Bəzən insan yaşadıqlarını sözlə ifadə etməkdə çətinlik çəkir. Bir şəkil isə fərqli assosiasiyalar yaradaraq hissləri, ehtiyacları, daxili konfliktləri, hətta fərqində olmadığımız düşüncə nümunələrini üzə çıxarmağa kömək edə bilir. Kartın özü heç nə demir. Mənanı ona baxan insan verir. Məhz terapiyada üzərində işlədiyimiz məsələ budur. Mak terapiyası özünü daha yaxşı tanımaq, emosiyaları anlamaq, münasibətlərdə təkrarlanan çətinlikləri araşdırmaq, qərar vermə prosesini dəstəkləmək, stres və narahatlıqla işləmək, eləcə də şəxsi inkişaf istiqamətində effektiv şəkildə istifadə oluna bilər. Burada doğru və ya yanlış cavab yoxdur. Hər kart insan üçün fərqli məna daşıya bilər. Bu metodun faydalı və təhlükəsiz olması onu tətbiq edən mütəxəssisdən asılıdır. Məqsəd sadəcə kart seçmək deyil, həmin seçimin arxasında duran hissləri, düşüncələri və həyat hekayəsini birlikdə araşdırmaqdır. Terapiyanın əsas gücü də məhz bu prosesdir.